Ben şüpheleniyorum Əbülfəz bəy səndən də, İsa bəy səndən də. Və sizin Mastol təşkilatıyla Azərbaycanın müstəqilliyinə gətirdiyiniz qorxunu mən bu hamiyə çatdıraram. Öz ağzımdan çatdıraram. Oğlarımın hamiyə çatdıraram. Kadaycanı qurtarın. Qurtarın. İndi isə sizi Elçi bəyin ən yaxın dostu Nemət Pənahlı'nın bu çıxışı ilə baş-başa buraxıram. 3 nəfər beynəlxalq Yahudi icmasının nümayəndələri bizlə danışıb. O vaxt mən 26 yaşım vardı. Bu günlər gənclər deyirlər, nəzərə alın bunu. Mən də təcrübəsiz, gənc bir adamım. Bunlar bizə dedilər ki, bizə əməkdaşlıq təklif elədilər ki, bizə maliyyə təklif elədilər. Sonra dünya çapında bizim təbliğatımızı aparmağı təklif elədilər. Və ondan sonra qayıtdılar ki, sizi KGB-nin repressiyasından qoruyaraq. Mən də təsəvvür edirəm, KGB-nin zindanından təzə çıxmış adam. Ehtiyacımız var, havası kimi. Yox, ehtiyacımız yox. Sual verdim. Təəccüb elədim ki, kimsən ki, gəlib 3 nəfər adam oturubdu mamamda, başından yekə danışırdı. Mən belə gəldi da. Dedim, başa düşürəm, sizin pulunuz var, bizə pul verəsiniz. Bunu başa düşdüm. Qəzetiniz də var, bizi qəzetindən təbliğ eləyəsiniz. Siz kimsiz ki, bizi KGB-nin repressiyasından qoruyasınız? Və onda gülümsədi. Təkrar mən də gənc bir adamam. Və mən oradan siyonizmin izinə düşmüşəm. Biləsiniz. Nə dedik? Dedi ki, KGB-ni də idarə eləyən bizi, Massadı da idarə eləyən bizi, Siyahını da idarə eləyən bizi, MİT-i də idarə... Bunları saydım, mən onda bu təşkilatların adını yeni eşidirdim. Dedi, bizim icazəmiz olmadan kimsə KGB həbs edə bilməz, kimsə buraxa bilməz. Həmin məntiqə sizliyə onlar mı həbs etdirmişlər onun dediyinə görə? Mən onları qeyri-ciddi qəbul elədim. Bəli. Qəbul eləmədim, imtina elədim. Hələ təkrar xalq cəbhəsinin yaranması 15 gündür. Maksimum onda da cəmiyyətdə Əbülfəz bəydə çox az bir çevrədə. Əbülfəz bəylə onlar girdilər, danışdılar, razılaşdılar, saziş bağladılar. Ondan sonra gedən mən prosesi gördüm.